Dere geliyor dere, yaleler yaleler, kumunu sere sere yalelelim. Al beni götür dere, yalelel yalelel, yarın olduğu yere yalelelli. Amanın aman aman, zamanın zaman zaman, bizim düğün ne zaman yalelelli. Amanın aman aman, zamanın zaman zaman, bizim düğün ne zaman yaleleli. Sabahınız xeyir olsun bu sabah izləyiciləri, Dünya TV'nin izləyiciləri, hər vaxtınız xeyir. Sizə xoş gün, xoş ovqat arzu edirəm və təbii ki, Qarabağın azarkeşlərini bir daha təbrik edirəm. Çünki dünən yenə də bizə sevinç dolu dəqiqələr yaşatdı bizim doğma Qarabağımız və azarkeşlər dünən gecə də sevinç səslərinə, şadlıq səslərinə boğuldular. Bütün evlərdən, mənzillərdən, harda ki onların oyunları, maçı izlənirdi. Bax, həmin məkanlardan böyük, belə deyək, səslər, sevinç səsləri ucaldı. Çünki Qarabağ bizi yenə də 2-0 sevindirdi. Armut dalda bir iki, yalelel yalelel, sayın bakın 12 yalelelli. 12'nin içinde yalelel yalelel, birincisi benimki yalelelli. Amanın aman aman, zamanın zaman zaman, bizim düğün ne zaman yalelelli. Amanın aman aman. Mən istəyirəm ki, elə vaxt itirmədən musiqili qonağımızı efirimizə dəvət edeyim, biz başlayaq. Deyəsən, efir otağında da bizdə axşamın sevinci qalıb. Hə, Orxan? Allah hər zaman bizim xalqımıza şad günlər yaşatsın, bizim millətimizə gülmək çox yaraşır. Qoy hər zaman gözəl günləri qeyd eləyək. Nahid Cəfəroğlu bugün studiyamızın qonağıdır. Nahid, xoş gəldin, sabahın xeyir olsun. Qarabağ azarkeşsənmi? Hər vaxtınız xeyirli olsun. Mən də Sabahın xalqımı, millətimi salamlayıram və təbrik edirəm Qarabağı sevənlərin hər bir kəsi. Futbol sevirsənmi ümumiyyətlə? Belə oynamağı həm, baxmağı da imkan olanda həm. Qarabağın sayəsində hamı artıq baxmağı da sevir. Yox, Azarkeşi maşallah, maşallah. çevirmişik. Dünən biz toydaydı, orada da hər kəs baxırdı, hər kəs sevindi. Maşallah. Mən Allah şəxsən daha uğurlar futbolu nəsib Qarabağla etsin. sevmişəm. Nə yalan deyim, mən futbol azarkeşi deyiləm, amma Qarabağın oyunlarını xüsusi bir həvəslə gözləyirəm və xüsusi bir sevgi ilə istəyirəm ki, onun qalibiyyətini hər dəfə izləyək. Uğur Şükürlər olsun, gözəl bir ikincisi şey. gəldi. Uğur gözəl bir şeydir. O elə vətəndə olanda adam sevinirdi. Nə Yəni, yaxşı ki, hələ necə Qarabağ var. sevinməyəsən Hə, artıq? Allah daha da uğurlu eləsin. Bir daha sabah İnşallah xeyir olsun. ki, Sənin ifanla da xeyirli olur. izləyicimizə sabahın xeyir deyək. Çox sağ olun, var olun. Aşık menem aşık, aşık olan insan, aşıkliğe layık, sadık olan insan. Aşık menem aşık, aşık olan insan, aşıkliğe layık, sadık olan insan. Dünyanı gezersen, sehranı gezersen, ola bilmez mənə bənzər, mənə oxşar. Mənəm aşık, aşık olan insan, aşıkliyə layiq, sadiq olan insan. Nə gecəm var, nə gündüzüm, sənə qurban canım gözüm. Nə gecəm var, nə gündüzüm,
xoşbəxt olaram mən, xoşbəxt olaram mən. Birdən desə ki yox, nakam qalaram mən, nakam qalaram. Təki məndən nəsə istə, mənim yarım, mənim yarım. Deyim sənə gözüm üstə, mənim yarım, mənim yarım. Mənə bənzər, mənə oxşar, ola bilməz. Mənə bənzər, mənə oxşar. Mənəm aşiq, aşiq olan insan, aşiqliyə layiq, sadiq olan insan. Nə gecəm var, nə gündüzüm, sənə qurban canım gözüm. Nə gecəm var, nə gündüzüm, sənə qurban canım gözüm. Yarın hər gün nazın çəkim, təki mənə hər desin hə. Xoşbəxt olaram mən, xoşbəxt olaram mən. Birdən desə ki yox, nakam qalaram mən, nakam qalaram. Çox sağ olun Nahid. Təşəkkürlər, var olun. edirəm. Allah razı Buyur əyləş. olsun, Bugün minnətdaram. studiyamız görürsünüz ki, rəngli-rənglidir. Bugün rənglər var studiyamızda. Ağ-əlvandır səhnəmiz. Mən istəyirəm bura növbəti qonağımızı dəvət eləyim. Elə mənim üzərimdə olan bu gözəl Kəlağayının da belə deyək, səbəbkarı. Əslində o qədər xalq naxışlarımıza, ümumiyyətlə bu xalqımıza məxsus olan o ornamentlərə, bizə məxsus olan o qədimliyə o qədər vurğunam. Bu sırada kəlağaylarımız da var. Özümdə belə 3 ədəd, az, bəlkə də yalan olmaz, 200 ilə yaxın yaşı olan 3 kəlağayım var. Çox sevirəm kəlağayları və onları gözüm kimi qoruyuram. Və biz bilirik ki, sərgilərdə də kəlağaylarımız hər zaman göstərilir bizim milli nümunəmiz olaraq. Mən istəyirəm onlardan danışmaq üçün. Kəlağaylarımız belə bəsit yanaşmayla deyil, hər birinin öz mənası var, hər birinin öz adı var və bunlardan danışmaq üçün təbii ki, studiyamızda gözəl bir mütəxəssis olmalıdır. Güllü Eldar Tomarlı, Mirvari Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Muzeyinin sədri qonağımızdır. Xoş gəlmişsiniz Güllü xanım. Hər vaxtınız xeyir olsun. Sizi belə görəndə bayatlar yadıma düşür. Bayatsız olarmı? Sabahınız xeyir olsun. Sabahınız xeyir, xoş gördük. Təşəkkür edirəm, var olun. Studiyamıza Bu sabahın xoş izləyicilərini salamlayıram. Dəvətiniz üçün təşəkkür edirəm ki, dəvət etmisiniz. Milli mənəvi dəyərlərimizə dəyər vermisiniz, poeziyaya dəyər vermisiniz. Nə xoş. Bayatı varmı Güllü xanım? Bayatı da var, şeir də var, qəzəl də var. O zaman bir bayatı eşitmək istəyərdim sizdən. Niyə məhz bayatı? Bilmirəm, Folklorumuz kəlağayları aydın. görəndə, niyəsə bayatılar yadıma düşür. Əzizim olmayaydı, saralıb solmayaydı, bir ayrılıq, bir ölüm, heç biri olmayaydı. Və Mirvarid Dilbazi Poeziya Məclisi adından bu sabahın izləyicilərini salamlayıram və deyirəm. Azərbaycan, çıraqların gur yansın, xalqımızın ürəyində nur yansın. Mərd oğullar keşiyində dayansın, yolun haqdır, gözün toxdur millətim, həqiqətə ölüm yoxdur millətim. Üzərindən qara yellər əsməsin, ana yurdum Azərbaycan elləri qapınızdan şadlıq ayaq kəsməsin. Xoşbəxt gəlsin yeni ömrün illəri. Bir arzum var. Bir arzum var, heç olmasın bir qəmin. Ana yurdum Azərbaycan torpağı bayram olsun, şadlıq olsun həmdəmin. Dalğalansın Azərbaycan bayrağı, dalğalansın
Türk Turan bayrağı. Hər şəhidimiz bir bayraqdır. Şəhidlərimizin ruhuna salam olsun. Mən buradan şəhid ailələrini salamlayıram. Vətənin ağ günləri üçün qanlarından, canlarından keçdilər. Bizi izləyən, bütöv gedib yarımcan qayıdan qazilərimiz var. Onlara da salamlarımı çatdırıram. Allah həzmə can sağlığı versin. Amin inşallah. Və görürsünüz, bax bu kəlağaylar rəngbərəngdir. Və bu kəlağayların içində Hər birisi artıq bir başqa gözəl. zəfərimizin simvolu olan xarı bülbüllər kəlağaylarımıza həkk olunub. Hətta orada rəssamını görürsünüz, orada əl yazısından 44 günlük vətən müharibəsi. Təsəvvür edin, 2 rəqəm özü danışır, deyir. İnsanın gözünün qabağına Qarabağ, Qarabağda vuruşan oğullar, o millətin bir olmağı, el bir olmağı, dil bir olmağı, elə bil hamı həmin vaxtda bir, elə bu vaxtlar idi da, qanlarından keçirdi, canlarından keçirdi, şəhidlərimiz var idi, ancaq vətən yenə ayaq üstə idi, diri idi. Və Bu hamının günləri ürək bir vurur da min Bəli, günlərdə. bu günləri bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında, onların ailələrinin qarşısında dönə-dönə baş əyirəm. O məğrur duruşlu şəhid atalar var. Deyirlər kişilər ağlamaz. Ancaq mən elə kişilər görmüşəm ki, söz deyə bilməyib şəhid ataları ağlayıb gözlərindən yaş gəlir və düşünmüşəm elə əsl kişilər ağlayar. Elə əsl kişilər də elə Azərbaycan kişiləridir, Türk kişiləridir. O başı buxara papaqlı, başı bəy papaqlı kişilərimiz, bax onların sayəsində Qarabağımız azad oldu. Deyir ki, Mədət Məhbub yazır ki, bu millətin torpağıdır Qarabağ. Bu millətin torpağını qaytarın. Bu millətin papağıdır Qarabağ. Bu millətin papağını qaytarın. Və bizim oğullarımız torpağımızı da qaytardı və bugün Türk kişiləri həmin o bəy papaqlarını, milli papaqlarını başlarına çox belə şəslə, fəxrlə, qürurla qoyurlar. Elə adını, Qarabağın adını daşıyan klubumuz da dünən sevindirdi bizi Güllü xanım. Bəli, çox böyük sevinci idi, bəli. Gətirdilər. Gördüm, sosial şəbəkədən izlədim, bəli, çox böyük sevinci idi. Mən amma maçın özünü izlədim, həvəslə. Yəni o qolları vurduqca o sevinç həyəcanını biz də yaşadıq. Və təki uğurları, xəyali deyil ki, məni. Anamız Azərbaycana uğurlar yaraşır, uğurlar dalından gəlsin, sevinək və ürəyimiz həmişə belə qürurla, fəxrlə döyülsün. Amin, amin. Güllü xanım, buyurun əyləşin. Güllü xanım, bilirsiniz ki, bizim kəlağaylarımız, biz belə adı deyəndə ümumi kəlağay deyirik. Əslində kəlağayımızın o ornamentliyi, o ornamentlərin o növləri, belə deyək, adları, bunlar hər biri fərqli-fərqlidir. Hətta bildiyim qədərilə vaxtilə hər birinin kim istifadə eləməsi ilə bağlı da məsələlər var idi ki, hər kəlağayını hər kəs istifadə eləməzdi. Gənc qızların, orta yaşlı xanımların, yəni yaşlı xanımların, hər kəsin öz kəlağayısı vardı. Mən adlarından istəyirəm bir qədər danışaq. Sona xanım, əslində baş örpəyi deyiləndə çoxlu sayda baş örpəkləri var. Bəli. Şaldır, örpəkdir, ancaq kəlağayı ayrı bir mövzudur. Həqiqətən. Ona görə ki, bu kəlağayı çox halallıqla əmələ gəlir. Tut yarpağından, barama, ondan sonra onlar ip əmələ gəlir. İpdən sonra çox çətinliklə dəzgahda bunun bax bu parçası toxunur. Ondan sonra usta bunun üzərində işləyir və bunun hər naxışları bir vurulur. Hətta ustalar deyir ki, bunların ikincisi yoxdur. Hərəsi bir-bir işlənilir və bunların öz naxışları bir-bir ayrı-ayrı vurulur. Hətta burada bir haramlıq nəsə olsa, bu kəlağayı baş tutmaz. Yəni o qədər halallığı sevir ki, təbiətin möcüzəsidir, təbiətin nemətidir. Kəlağaylar bizim nənələrimizin örtdükləri zamanada çox az növləri vardı. Bax, sizin örtdüyünüz o, elə mənim örtdüyümdə, bax bunlar ağzəmin kəlağaylardır. Bəli, orada sarı kəlağay var, o sizin yanınızda, bax o noxudu kəlağaydı, soğanı kəlağaydı, bu da ağzəmin kəlağaydı. Bu qırmızını toylarda istifadə edərdilər. Əslində qırmızı rəng xoşbəxtlik rəngi deməkdir. Heratı kəlağaylar da çox nadir Heratı var mı burada? Bu Heratı kəlağaydı ortadakı. Bu Heratıdır. Bəli. Həmin o Heratı kəlağayını Baskalda olanda Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanıma kəlağayı ustası Abbasəli müəllim elə bax bu kəlağaydan hədiyyə vermişdi. Bax bu Heratı kəlağaydı. Ən baş kəlağaydı. Nədən ən baş kəlağaydı? Orada 7 rəng var. Əgər orada 7 rəng varsa, deməli onun üzərində usta 7 gün işləyibdir. 7 dəfə onu rəngə salıbdır. Bəli, ancaq elə bir 2 rəngdirsə, bunun üzərində deməli 2 gün işləyibdir. Yəni onlar daha çox
bahalıdır. Qiymətli hesab olunur. Bir də var Zəkiyə Kolleksiyamda şallar. bir heyratı yoxdur, mütləq əlavə eləyəcəm. Mütləq. O kəlağayların başıdır. Ona görə ki, orada ustanın çox böyük zəhməti var, ürək qoyubdur. Elə bil necə üzərində işləyibsə, baxanda insan heyran qalır. Yəni kəlağayımız mən dövlətimiz tərəfdən də çox böyük qayğı ilə əhatə olunubdur. 2014-cü ildə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanımın təşəbbüsündən UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyasətinə daxil olubdur. 2024-cü ildə biz 10 illik yubileyini böyük təntənə ilə Azərbaycanda qeyd etdik. Bütün mədəniyyət ocaqlarında, Moskvada, Sankt-Peterburqda, Gürcüstanda, yəni indi burada bir az qismidir. Biz 200 kəlağayı orada sərgilədik. İnanın elə bil bir nə bilim bir cənnət məkan bir sehrə düşürsən. O qədər gözəldir. İş orasındadır ki, bax nə qədər zərifdir, Bəli. Polad qədər də möhkəmdir. 200 il bayaq söylədiniz ki, nənəmdən qalan kəlağayı durur Bəli. və onu bugün baxırsan ki, elə bir bugün alınıbdır. Həqiqətən Yəni çox belədir. təbii qalırlar. Yəni 200 ilə yaxın yaşı var. Sizi inandırım, yəni bu yeni kəlağaylardan heç bir fərqi yoxdur. Sadəcə onu mən qorunmasına diqqət eləyirəm. Onu çox qapalı yerdə, hər hansı bir selofan bağlamada saxlamaq olmaz. Yalnız ona əməl edirəm. Havalandırılmalıdır. Əgər evdə kəlağayınız varsa bunu biləsiniz. Kəlağayı havalandırmalıdır. Havalandırılmalı olan bir örpəkdir. Bu arada onu məsələn ləkədən qoruyuram. Bir də onun üstünə ləkələr həmin o bağlamalarda saxlananda düşürmüş. Mən onu sonradan öyrəndim. Deməli bizim məqsədimiz Ləkə nədir? götürməsin Mirvarid deyə. Dilbazi poeziyası olaraq üzr istəyirəm əgər Buyurun, sözünü buyurun. kəsdimsə. Deməli bax o sandıq kəlağaylar sandıqda qalmışdı. Bəli. Biz ona nail olduq. Həmin o sandıqda qalan kəlağayları çıxardıq, ona nail olduq və üstəlik bunun istehsalına daha geniş yollar açıldı ki, satış Bəli. çox oldu. İndi əlbəttə ki, onun mənə qarşılacağı yoxdur. Emalatxanalar istehsal eləyir. Ancaq baxırsan ki, artıq gənc qızlarımız da istifadə eləyir. Mən Bu istəyirdim çox- ki, daha çox olsun istifadəsi. Olacaq Biz inşallah. cəmiyyətdə daha Biz çox çox görək böyük yol kəlağayı. gəlirik. Düzdür, Hardasa sevənləri 2017-ci var ildən yetərincədir. təbliğ edirik. Bu qədər eksponatları yığmaq heç də asan deyil. Əlbəttə. Varından olursan, canından olursan, uzaq yollar gedirsən, sandıqdan biri çıxardır, verir ki, saxla, qoruyursan və onu demək də mütləq yerinə düşərdi ki, şəhidlərimiz baş tacımızdır. Dilimiz söz tutandan tam məzar evinə qədər hər bir Azərbaycan xalqının övladının milli borcudur. Yəni şəhid ailələri bunu bilsinlər ki, bu xalq qədir bilən xalqdır. Heç vaxt unutmaz. Bizim muzeydə 2 kəlağayı var. Şəhidimizin nişanlılarına qismət olmayan kəlağayı, hansı ki nənələri veribdi və şəhid Zahir İsmailzadənin anası Sevil xanım dedi, mən bu kəlağayı bilmirəm, neyiniyim, Güllü xanım qalmışam belə. Muzeyə hədiyyə verdi və eksponat kimi bugün qorunur. Salih Əliyevin anası Zəkiyə şalı verdi, qorunur. Yəni o qədər danışmağa mövzu var ki, həm necə deyim, Azərbaycan xanımlarının ismətidir, Bəli. tariximizdir, mədəniyyətimizdir. Ən başlıcası Azərbaycan xanımının yaraşığıdır. Həqiqətən yaraşığıdır. Çox Səadətdə gözəl yazır ki, görünür. örtsə cavanlaşar, qarı kəlağay. Yəni kim örtsə Azərbaycan qızının, qadınının gözəlliyini 1-ə 1000 artırır. Təsəvvür edin, burada görün nə qədər məna çalarları var. Kəlağayı başını örtürsən, heç bir salon filan ehtiyac yoxdur. Və bura qədər kəmər yerinə qədər, görünə qədər paltarı əvəz eləyir. Həqiqətən. Görünə qədər Həm bunda gözəl aksesuardır. Həm də gözəllikdir. Həm Və bəli, mən xahiş ismətdir, edirəm gözəllikdir. Azərbaycan kişiləri, Azərbaycan xanımlarının hədiyyəsi kəlağayı olsun. Vallahi kəlağayıdan qiymətli heç nə yoxdur. Həm də siz bir baxın, görün o kəlağayı qəbul edən xanım necə sevincək olur, necə xoşbəxt olur. Həqiqətən, bugün Bizim kəlağayı çox böyük dəyərdir. Yəni, ən sevimli də hədiyyələrdən biridir bugün xanımların. Dəy nişan qəbul edən. oğlanlarımızdan kəmərbəstə qızlarımıza elə hədiyyə kəlağayı olsun. Əlbəttə. Bugün demək olar ki, müəyyən bir tendensiya yaranıb burada. Artıq əvvəllər məsələn nişana fərqli örpəklər təqdim olunardı. Adətən də Çin örpəkləri hədiyyə olunurdu, amma hal-hazırda çox insan artıq toy üçün, nişan üçün öz milli kəlağaylarımızı axtarır. Yəni qaynanalarımız artıq birinci növbədə kəlağay axtarışına çıxır ki, qəşəng kəlağay Onu istəyirəm. bilirsiniz necədir əzizim? O Sovet vaxtında bax bu bizim milli dəyərlərimizdən uzaqlaşdırmaq üçün həmin o xaricdən gələn şallara meylləndirdilər, ki, yeni dəbdir və uzaqlaşdırırlar kəlağaydan. Ancaq yenə şükür ki, bu milli dəyərlərimiz bax bu gün önə gəldi, dirildi. Artıq uzaqlaşmaq yox, çox yaxınlaşmışıq, yanındayıq, həm də ki başımızda baş tacıdır. Güllü xanım, ya sizinlə sol tərəfinizdə gənc adam əyləşib. Bəli. Bax, bayaqdan deyirsiniz gənclər, onlar öz sevdiklərini hədiyyə eləsinlər. Mənim maraqlıdır, məsələn, bax, gənc olaraq Nahidin fikri.
Nait, məsələn, xanımlarımızda kəlağayını görəndə sənə necə təəssürat bağışlayır? Adətən əvvəllər dedilər ki, yox, yaşlı xanımlara daha çox yaraşır. Məsələn, belə fikir daha çox idi. Amma bugün gənc qızlarımızda da artıq kəlağayını görməyə başlamışıq. Bir kişi olaraq sən necə görürsən onu kənardan? Birinci növbədə gözəllikdir. Ən gözəli gözəllikdir. Maşallah ki, xanım da gözəl şəkildə o barədə danışdı. Əlbəttə bizim tariximiz nə varsa o qorunub saxlanmalıdır və ondan əlavə də ki, bunu biz təbliğ eləməliyik. Maşallahdır ki, gözəl şəkildə, ətraflı şəkildə danışdı. Mən sizə təşəkkürümü bildirirəm ki, belə gözəl insanlara dəvət edin ki, bilmədiklərimizi də öyrənək. Maşallah, çox gözəl danışdı və qəşəngdir hər şey. Mənə həmişə maraqlıdır. Çünki ölkə gənclərin əlindədir, gələcək gənclərin əlindədir. Gəncin yanaşması çox önəmlidir, onun fikri çox önəmlidir. Yəni, o hadisəyə necə yanaşır, hansı bucaqdan baxır? Mən çox yaxşı baxıram və onunla irəli gəlir ki, biz keçmişimizi unuda bilmərik. Bu bizim nənələrimizdən, babalarımızdan bir böyük bir miras olaraq, varlıq olaraq bizə gəlib çatır. Biz də bundan sonra qoruyub saxlamalıyıq. Yəni, maşallah o barədə də... Sevdiyin xanım varmı? Mənim 2 övladım var, Allah olmayanlara qismət eləsin. Allah saxlasın. Olub mu məsələn xanımına bir kəlağaya hədiyyə eləyəsən? Bir neçə dənəsini almışam. Hansı rənglərini almışsan? Növlərini tanıyırsanmı? Yoxsa sadəcə rəngini sevib mi almışsan? Görüntü ilə yığmışam, özü seçib almışam. Nə gözəl, nə gözəl. Bax, bugün həqiqətən də bəylərimizin artıq öz xanımlarına kəlağaya hədiyyə eləməsi artıq bunu yaşatmağımızdır. Mən illər öncədən elə haradasa bir... Xanımın adı nədir? Gülnar xanım. Gülnar xanım. Gülnar xanıma da buradan salamlarımızı göndərik. Allah ki, övladınızı qorusun inşallah. Daim xoşbəxtliyiniz əbədi olsun, daim olsun. Çox sağ olun, var olun. Allah razı olsun. Allah xalqımıza, millətimizə gözəl övlad payları nəsib eləsin. Amin. Maşallah hər şey gözəlliyə doğru gedir. Şükürlər olsun. İnşallah ki, daha da yaxşı olar. Həmişə şükranlıq içində Deməli, olar. Çox sağ olun. Yeri gəlib, bilmirəm, vaxt almırıq. Yox, əstəğfurullah, buyurun. Deməli, biz uzun illər ki, kəlağayımızı təbliğ etdik. Ulu nənələrimizin ruhunu sevindirdik ki, kəlağayımıza qayıtdıq, kəlağayı bizə qayıtdı. Və düşündük ki, ulu babaların ruhunu da sevindirmək lazımdır. Axı, bizim ulu babaların papağı, o kişi papağı olubdur. Ona kişi papağı deyirlər, bəy papağı deyirlər. Papaqların özünün də formasına görə bizdə insanların statusu bilinərdi. Kimin kim olduğu bilinərdi papağından. Bəy zümrələrinə aid idi, çoban papağı sadə insanlara aid idi. Yəni, bunların fərqli vardı. Mən artıq indi bu son illər artıq... Bunları kim istifadə eləyərdi? Mən bunu götürməyim, kəlağaylar düşəcək. Bunu kim istifadə eləyərdi? Babamın papağı, nənəmin kəlağayısı. Artıq dedik, ulu babalarımızın da ruhunu sevindirir, artıq papağımızı da təbliğ edirik. Mən indi istərdim ki, gələn dəfə bizim bu gözəl balamız, bax, o milli papaqdan örsün. Bizim, bax, Azərbaycan, Türk kişilərinin papağı. İstifadə eləmişsən mi? Və mən inanıram, bu milli oğlanda o papağı mütləq istifadə alıb. Ən azından simvolik olaraq saxlamağımız. Elə başlarına da gözəl yaraşır. Bir də görürsən, məsəl üçün, istəmirlər başlarına qoyalar. Ancaq başlarına qoyandan sonra görürsən ki, doğrudan da əzəmətli, gözəl görünür. Məsələn, bugün rəqslərimizdən ən çox yaşadılır o. Papaq rəqsimiz var. Edir. Bilirsiniz, o elə ötəri, nətəri deməyib, bir dəyərdir. Ancaq bu, mən istəyirəm bu papaqlar başa gəlsin. Mən düşünürəm, qışda bizim... Onları biraz müasir variantı gətirmək olarmı? Yəni, biraz dəyişsək olarmı onları? Vallahi, elə onun ən gözəli elə özüdür. Zəlimxan... Məsələn, çox üzr istəyirəm sizdən. Nait, məsələn, belə qışda daşıyarsanmı o papağı? Səmimi olmağını xahiş edirəm. Müraciət eləməmişəm, amma... Hələ siz bir müraciət edin. Düşünə bilərsən. Yəni, örtərdinmi yəni onu başörtü olaraq? Yoxsa dəyişsə mi yaxşı olar biraz? Elə bizi də, qadın alın, bir dəqiqəli ürəyim partlayır. Bax, deməli, bax, elə o zamanda da bizi, bax, o papaqdan uzaqlaşdırıb, bax, bunu xarici Avropa stili, bəli, bununla əvəz olunur. Yox, deməzdim o formaya gətirək. Yox. Fakt olaraq bu gün elədir və bir zamanlar bundan istifadə edirlər. İndi bu uşağın günahı yoxdur ki bunun. Yəni bir vaxtlar elə edirlər. Mənim atamın belə papağı var idi. Elə istifadə. O necə şaldan, kəlağaydan uzaqlaşdırmışlar. Elə də papaqdan. Ancaq bu gün istəyirəm ki və onun mənasını dərk edəndə elə gözəl başlarına yaraşdıracaqlar ki, bu insanda milli ruh olmalıdır. Milli ruh olmasa, siz o kəlağayını heç vaxt örtməzsiniz. Sizdə o milli ruh içdə var. Sadəcə elə bil o milli ruhlardan uzaqlaşmışıq, biraz elə bil yatmışıq, onu biraz oyatmaq lazımdır. Görün, şair necə gözəl təsvir edib, rəhmətlik Zəlimxan Yaqub deyir ki, mən papaq deyəndə
ata yurduna sonsuz sədaqəti salıram yada. Ana bacılara ər vəfasını, namusu qeyrəti salıram yada. Necə sevinərdik kişi görəndə, papağa hörməti salıram yada. Oynamır qamçısı, kişinəmir atı, gözümə az dəyir qara papaqlar. Qara papaqlar deyəndə həmin o milli papaqlardır. Buna qara papaq deyə bilməzsən ki. Gəlir və mən səni bax o qara papaqla burada gözləyirəm. İnşallah. Güllü xanım, qısa bir fasiləmiz olacaq, sonra davam edirik. Efirimiz davam eləyir. Biz bugün rənglər dünyasındayıq studiyamızda. Hətta görürsünüz studiyamızda bitki olaraq da gözəlliklər var. Biz çalışdıq, əslində orada o qədər gözəlliklər var. Biz onların bir neçə nümunəsini bura studiyaya gətirə bildik və izləyicilərimiz üçün göstərmək üçün. Çünki səhər saatlarında bu qədər gözəlliklərin, bunların hər biri təbiidir. Bu gözəllikləri izləyicimizə göstərmək istədik ki, onların da sabah-sabah ovqatı xoş olsun. Bu gözəllikləri bizə gətirən studiyamızın qonağı var. Zeynalabdin Bünyadov studiyamızın qonağıdır. Zeynalabdin, xoş gəldiniz. Gəlin studiyamıza. Sabahınız xeyir olsun. O mikrofonu zəhmət olmasa mənə uzadın. Sabahınız xeyir olsun. Salam. Xoş gəldiniz. Sabahınız xeyir olsun. Zeynalabdinin burada olmasının səbəbi var. Çünki son dövrlər ümumiyyətlə bizdə bitkiçiliyə, eksotik bitkilərə maraq çoxalıb. Xanımlarımız da həddən artıq böyük maraq göstərirlər və alırlar. Amma evlərdə yaşadığımız başqa bir problem var. Çünki biz o eksotik gözəllikləri alıb evimizə gətiririk, amma baxa bilmirik. Bir müddət sonra baxmayaraq ki, onlar gözəl almışıq, bir də baxırıq ki, solub. Hətta biz onları bəzən görürsünüz bir neçə il belə yaşada bilmirik. Niyə Zeynalabdin? Harada səhv eləyir xanımlarımız? Mikrofona zəhmət olmasa. Aha. Hamısının öz saxlama şəraiti var. İsti sevən var, soyuq sevən var, sulanma qaydası var. Əkini vardır. Yəni ki, onları əməl eləmək lazımdır. Bax, sizə belə bir sual verim. Tutalım, mən gəldim, sizdən bir dibçəyi aldım. Məsələn, orxideyalar. Məsələn, orxideyalar son dövrlər çox dəbə minib. Hətta bir budaqlı, iki budaqlı, çox budaqlı, bir də bilirəm, kral orxideyalar deyirlər. Eləmi? Çoxlu, belə deyək, budaqlar olan orxideyalar. Məsələn, ona xanımlarımız necə qulluq eləməlidir? Məsələn, bir örnək götürsək. Mən onu sizdən aldım. Onu izah edirsinizmi ki, məsələn, bu dibçəyi siz necə saxlamalısınız evdə? Onsuz da bütün məhsulları satanda müştəriyə yəni nə alırsa alsın. Bunun saxlama şəraitini aydın bir şəkildə deyirik. Hamısını. İndi buna əməl eləyənlər də var. Əməl eləməyən də var. Yəni, məsələn, orxideyaya qulluq necə olmalıdır? o, belə deyim sizə də, orxideyalar otağın içində qalmalıdır. Bir də onun sulanma qaydası fərqli. Aha. Altından sulanmalıdır orxideyalar. Altından sulanmalıdır. Bəli. Necə yəni altından sulanmalıdır? Bunu məsələn sizə yaxınlaşdırım. Necə altından sulanmalıdır? Məsəl üçün, Mən mikrofonu tutum sizə. Baxın, hal-hazırda bu su istəmir. Hardan bilirik? Baxın, bu ağaranda əgər Aha. İçinin torfu deyək. Aha. ağaranda bu şey susuzdur, su vermək. Deməli, ağarmasa buna su verməyəcəyik. Olmaz, yəni... Aydındır. Hal-hazırda qara gördüyümüz üçün deməli onun su ehtiyacı yoxdur. Yarpaqlarının həmişə şəffaf görünməyini istəyirsinizsə, hər gün bunlara sprey ilə yarpağına su vurmaq lazımdır ki, su püskürtmək lazımdır. Günəş şüvası sevmir. Yəni, bunlar pəncərə qırağında saxlamaq olmaz. Aydındır. Deməli, sulamaq üçün qabının üstünə baxmaq lazımdır və orxideyalar həmişə şəffaf qablarda əkilir. Ağartı olanda əgər, bax, onda susuzdur. Bu hissəyə kimi suyun içine salırsan, 2-3 dəqiqə suda qalandan sonra çıxarılır. Deməli, qabını tam olaraq 2-3 dəqiqəlik suyun içinə salırıq. 2-3 dəqiqə sonra götürürük. Suvarılması bu formandadır. Yarpaqlarına da sprey olaraq su püskürdürük ki, yaş qalsın. Deməli, quruyarsa bitkinin ömrü qısalacaq. Günəş düşən yerə də qoymuruq. Ümumiyyətlə, otaq temperaturu neçədir olar, məsələn? Bildiyim qədərilə çox önəmlidir bu. 18-20 olmalıdır. Yəni onda sərini sevir. Bəli. Sərin yerə qoyuruq. Rütubəti sevirmi ümumiyyətlə? Yox, bax, belə deyim sizə də, bu güllər mənim bu hamısı subtropiklərdirmi? Sevdiyi üçün hər gün yarpağına, spreyinə su vurmaq lazımdır. Şəffaf olması üçün. Bunu səhv etmirəmsə qadın xoşbəxtliyi deyirlər, eləmi? Bu bəzən kişi xoşbəxtliyi deyirlər, bəzən qadın deyirlər. Hansıdır? Kişi xoşbəxtliyidir. Kişi xoşbəxtliyi budur. Bəli. Bu qadın xoşbəxtliyidir. Bildiyim bunlar hər ikisi bildiyim qədərilə onlar da spreylənməyi sevir. Bunlar da
nəmişlik sevdiyi üçün hər gün spreylə bunlara da su vermək lazımdır. Bir də bunların öz xüsusi Suvarılma. su sistemi var ki, ancaq üz hissəsi ağaranda vermək lazımdır suyu. Yenə ağaranda. Bəli, Ay, bəli, ona görə ağaranda mən bunu su vermək öldürmüşəm. lazımdır. Bu dipçəkdən məndə çox böyük var idi. Yəni çox böyüyünü hədiyyə eləmişdilər mənə. O qədər gözəl, iri, belə deyək, baxımlı bir dipçək idi. Deməli mən onu suvarmayla öldürmüşəm. Çox su vermişəm ona. Yazıq. Görürsünüzmü? Yəni hətta özümdən də götürürüm ki, Belə şəffaf görünməni. parıltılı. İstəyirsinizsə, Aha. vitamin vermək lazımdır. Yəni bizdə belə bir şey var. Müştəri gəlir. Aha. Mən burada bunu deyəcəm. Yəni müştəri gəlir. Aha. 30 manata bunu alır. Aha. Məsəl üçün. 3 manat deyirəm ki, bunun Vitamini var. vitamini ver. Alaram da sonra. Deyirəm olmadı. Sonra o başlayır məhv olmağa. Hə, sən bu Vitamin gözəlliyi vermək saxlamaq istəyirsənsə, vitamin dediyimiz o vermək vitamini verməlisən. Bəli, vitamin vermək. Deməli o vitamini almadıqları üçün, onu əlavə eləmədikləri üçün bitki də bir müddət sonra ölür. Ümumiyyətlə bunlar çiçəyini neçə müddət saxlayır? 3 ay. Orxideya 3 ay saxlayır. 6 ay eşitmişdim. Yox. 3 ay orxideya çiçəyini saxlayır. Bəs bunlar nə vaxt, nə qədər saxlayır? Əslində vitamin veriləndə Aha. həmişə açır. Bax, spatfiriumdur, antilyumdur. Aha. Həmişə çiçəkli qalır. Antrium, hə, adı yadıma düşdü. İstəyirmiş yarpağı belə şəffaf olmanı istəyirsə, spreylə su vurulmalı. Aha, spreylə su vururuq. Bəzən görürsünüz ki, məsələn, sosial şəbəkələrdə cürbəcür belə variantlar paylaşılır. Ay nə bilim limonla su, ay nə bilim zeytun yağı ilə nə isə qarışdırın, Onlar nə isə eləyin. Şərtdir, Aha. amma vitamin mütləq, yəni ki. Əsas dibinə verilən vitaminlərdir. vitamin verilməli. Bir də vitaminlər də əslində fərqli cür seçilir. Çünki bizdə xanımlarımız adətən elə bilirlər ki, aşağı mı qoyaq, sizə mane mi olur? Mən onu zəhmət olmasa stolumuzun üstünə qoyum. Adətən görürsünüz ki, vitaminləri biz seçəndə nəyi səhv eləyirik? Düzmü qoydum çiçəyimizi? Bu tərəfə deyəsən qoymuşdur rejissorumuz belə. Hə. Yoxsa uşaqlarımız qoymuşdur. Bilmirəm kim qoyub. Xətrimizə dəyər. Hə, Bahar. Bir də bəzən biz vitaminləri seçəndə nəyi səhv edirik? Mikrofon zəhmət olmasa siz götürün. Yarpaq vermək üçün vitaminlər var. Bir də çiçək üçün vitaminlər var, eləmi? Adətən hansı daha çox istifadə olunur? Baxın, belə deyim də sizə də. Əyləşin. Əyləşib davam edək. Çayınız da var, udumlayarsınız. Hə, var bu MPK deyirlər. Aha. 20-20. Yaxını tutun. O açdırmaq üçündür. Yəni əgər Aha. Çiçək istəyirsinizsə. açmırsa gül, Aha. açdırmaq üçün. Vardı 15-20-15 vardı. Aha. O inkişafı üçün. Deməli, bunları əslində sizdən onlar öyrənə bilərlər. Bəli, Öz bəli, başına hamısı. bunları biz alıb eləyə bilmərik. Çünki onların tərkibi var, hansı nəyə xidmət edir. Mən istəyirəm Nahiddən bir ifa eşidək, sonra yenə davam edək. Olar mı? Nahid, buyur zəhmət olmazsa. Sen benim olursan rüyalarımda niye gizli gizli çıkıp gedirsen? Şeytan mı çıkarttı seni yolundan beni gören kimi kaçıp gedirsen? Kaçma benden ay sevgilim, sevgi bu dünyanındır. Kaçma benden ay özgürüm, bir kız bir oğlanındır. Kaçma benden ay sevgilim, sevgi bu dünyanındır. Kaçma benden ay özgürüm, bir kız bir oğlanındır. Ne satırlar yazdım, ne misralar
üstə tello, Araz üstə, buz üstə tello, Şamam yanar çöz üstə tello, Qoy məni öldürsünlər tello, bir ala göz yar üstə tello, Qoy məni öldürsünlər tello, bir ala göz yar üstə tello, Aman tello, tello can tello, Canım tello, tello can tello, Aman tello, tello can tello, Canım tello, tello can tello, Aman tello, tello can tello, Canım tello, tello can tello. Bu gecə toy gecəsi, üzü gülür dostlarım, Təbrikə gəlib sizin qohumların yadların. Bu gecə toy gecəsi, üzü gülür dostlarım, Təbrikə gəlib sizin qohumların yadların. Yayılsın qoy hər yana, oxunsun evlənməsi. Yayılsın qoy hər yana, oxunsun evlənməsi. Salaq qara zurnada ruhanı döndərməsi, Savaşır telli sazda ruhanı döndərməsi. Yine tovuz kimisən, ne güzel bezenmişsən. Yine tovuz kimisən, ne güzel bezenmişsən. Giy bak köynəyini, örtü bağ örpəyini. Giy bak köynəyini, örtü bağ örpəyini. Lalə sən süzənmişsən, ne güzel bezenmişsən. Lalə sən süzənmişsən, ne güzel bezenmişsən. Sevgilim sen maral kimi, süzmeyi kimden örgendin? Sevgilim sen maral kimi, süzmeyi kimden örgendin? Ay qabağa siyah deli, düzmeyi kimden örgendin? Ay qabağa siyah deli, düzmeyi kimden örgendin? Ay öyrendin can öyrendin, süzmeyi kimden öyrendin? 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 Vüsal Fatih papağımızdan yazır ki, papaqsız olmazmış ərlər ərənlər, düşmənin leşini yerə sərənlər, abırı isməti zirvə bilənlər, qoymazmış yerlərə düşə papağı. Kəlağayımızdan Lalə İsmail deyir ki, şimşək sellərində cəngisi qopan, yalçın qayalara laylası hopan, dəli küləklərdə özünü tapan, muğam anasıdır, söz anasıdır. Kəlağayımızın nə qəşəng sözləri var. Tarix öyrənirik naxışlarından, naz qəmzə tökülür baxışlarından, nənələrin dua alqışlarından ucaldı, göyərdi Kəlağayımız. Nənələrdən qalma bir aşiyandı, gözəllər başında şad firavandı, istidən, soyuqdan can qoruyandı, sağaldar hər dərdi Kəlağayımız. Əslində vaxtilə deyirlər xanımlar, yaşlı analar öz baş örpəyini kişilərin ayağı altına atardısa, döyüşlər dayanardı, müharibələr dayanardı. Nə qədər qadının örpəyinin, isbətini daşıyan o örpəyə nə qədər qiymət vardı. Yəni qılınclar dayanardı, yəni sinəsinə döyən ərənlər dayanardı, vuruşmazdılar. Bu gün də varmı bu hörmət bizim Kəlağayımıza? Qoruya bilirikmi o hörməti? Bilirsiniz necədir? Bax o gənc nəslə belə təbliğ edib çatdırmaq lazımdır ki, bax Kəlağayı bu qədər müqəddəsdir. Yəni o vaxtı ayaq altı atırmış, qan dayanırmış. Onun üstdən keçib artıq davaya getməzmişlər. Yəni bu görün sülhün danışan dilidir, sülh rəmzidir. Görün nə deməkdir? Yəni o qədər bunda o qədər müqəddəsdir ki, yəni papağı həmişə ehtiyatlı yerə qoyarmışlar. Keçmişdə o kitabda yazılıbdı. Bəli. Dahilərdən kimsə gedəndə papağını ayrı bir yer alarmış. Papağını bura qoyarmış, özü də burada oturarmış. Yəni o qədər hörmət varmış və biz elə bax o Kəlağayımızın da
elə o papağımızın da, o əzəlki şan şöhrəti ki var ha, bax onu qaytarmaq istəyirik özünə. Nizami Gəncəvi görün nə gözəl yazıb. Sanki bir pəridir, pəri yox bir ay. Qəhrəman bir qızdır, başda kəlağay. Dirilik suyudur, gözü qapqara. Gecəni qərq edir ay tək nurlara. Səməd Vurğunsa yazır, gecənin sarvanı o ulduz o ay. Anamın örtdüyü sarı kəlağay. Özündə qalmışdı ömrün uzunu. Bəlkə də şairin taliyidir bu. Güllü Eldar Tomarlısa deyir ki, bini binnət olan binəndən gəlib. Banu çiçək kimi sənəmdən gəlib, nənələr nənəsi nənəmdən gəlib, verər bizə hər murazı kəlağay. Gür saçlara, bilçəklərə yaraşır, gözəllərə, göyçəklərə yaraşır, hər yanağa, çiçəklərə yaraşır, hər gül üzdə açar, yazı kəlağay. İpəkdəndir sevincimin naxışı, abırı, həyanı saxlar nə yaxşı, hər ilməsi bir sevgili baxışı, artırar qəmzəni nazı kəlağay. Güzgülənər, xınalanar qız gəlin, sığallanar, sonalanar qız gəlin, bulaq üstə oyalanar qız gəlin, sevgiyə kökləyər sazı kəlağay. Hər butası bir möhürdür, bir xaldır, dəyərinə dəyər verən mahaldır, güllü bir taç kimi başına saldı. Çünki gözəlliyin özü kəlağay, hər kəsin söhbəti, sözü kəlağay, sevgiyə kökləyər sazı kəlağay. Aşıq Ələsgər isə deyir ki, ay qız sənin nəvədəndir, kəsilib qısa tellərin, kəlağayı əlvan qiqacı üstündən basa tellərin. Dahi Aşıq Ələsgər bilirdi ki, o zaman gələcək, bulaqlar başı yığnaqsız olacaq. O səhənkili qızlar, kəlağaylı xanımlar bulaq başına getməyəcək. O öz yaradıcılığında və bu təsviri yaradıbdır. Və bugün biz onu elə bir səyər xəyalımızda gözlərimiz önündə canlandırırıq ki, belə bir vaxt var imiş. Ona görə də bizim indi nə bulağımız var. İnşallah işğaldan azad olunmuş torpaqlarda mən Zəngilana getmişdim, o şeirini oxudunuz Lalə İsmail'dən. Orada bir bulaq su içdim. İnanın onun dadı bugün də mənim damağımdadır. Yəni orada yenidən bəzən uzaqlaşırıq keçmişdən. Kəndlər o qədər, kənd o qədər müasirləşib ki, mən kəndi elə kənd kimi görmək istəyirəm. Yəni ona görə də kitabda çox qəşəng şeirlər var. Həm kəlağaylarımıza, həm papaqlarımıza o qədər gözəl. Təsəvvür edin, orada Barat Vüsalında bir gözəl şeir var. Deməli dünən bizdə kitab 11-ci beynəlxalq kitab sərgisi. Festivaldaydınız dünən. Bəli. Orada Braziliyanın səfirindən şəxsən görüşdüm və orada tərcüməçi papaq haqqında da ona tərcümə elədi, mən danışdım. Kəlağayı haqqında tərcümə elədi və çox belə maraqlandı ki, yəni bunun nə qədər ulu dəyərləri var imiş. Bəli, köklər var. Nə qədər dərin mənaları var imiş. Ona görə də bu kəlağayımızı bugün qorumaq, bax bugünkü nəslin boynunun borcudur. Boynuna düşür ki, biz bunu gələcək nəsillərə çatdıraq. Kəlağay ev muzeyinin qonaqları olur, xaricdən gələn də olur. Ancaq o Heydər Əliyev fondunun nəzdində Zərifə Əliyev adında uşaq bağçası var. İnanın o uşaqları o məktəbdə mən o müəllimləri buradan salamlayıram. 20 körpə qız uşaqları gətirmişdilər. Təsəvvür edin ki, hərəsinə də bir kəlağay bizdə var idi, danışmışlar. Sevə-sevə necə yapışırlar. Elə bir kəlağayı uşaqları özünə çəkir. Biri başına örtür, biri belə şəkillərimiz də var. Yəni çox gözəldir. Yəni oradan başlamaq lazım. Həm də indi bugün Güllü xanım hər şeyin belə deyək təbiisinə qaçırıq. Yəni ekodur. Həm də ekodur. Yəni təbiidir. Hər hansı bir süni ya da allergik bir reaksiya verəcək materialı da yoxdur. Bunu da demək lazımdır. Qoruyucudur. Soyuqdan isti saxlayır, yayda sərin saxlayır. İstidə də istidən qoruyur. Təsəvvür elə belə bunun səhiyyə cəhətdən bir tüstü boğulma olanda, hətta deyir kəlağayını belə tutursan, o təmiz hava buraxır. Bəli, qoruyur. Filtr kimi. Bəli. Yəni o qədər dərin mənaları var. Güllü xanım, gül çiçəklər aranız necədir? Mənim adım Güllüdür. Gülləri də çox sevirəm, bəli. O qədər sevirəm ki, bilmirəm. Bilmirəm bu gülün hansını dərim. Gəzirəm. Doymuram bu gül bağını, dərsəm də ay Allah kimə göndərim bu qızıl güllərin al yanağını. Mən bahar sevdalı yaz aşıqıyam. Sözün vurğunuyam, saz aşıqıyam. Mən işvə, mən qəmzə, naz aşıqıyam. Hər yerdə gəzirəm naz sorağını. Bu bahar içimdə bir duyğu çağlar,
Cənnət məkan olur. Bağçalar, bağlar. Bilirsiniz güllü nəyə soraqlar? Çiçəkdən sevdalı, kür qırağını, kür qırağını. Gülün özü gözəllikdir. Mən indicə oğlumdan da soruşdum, dedi bizdə dibçək gülləridir. Bax elə buradan bu gül mağazalarına müraciət edirəm. Gülün özü gözəldir. Ona əlavə o qədər qondarma yarpaqlar vururlar ki. Hələ üstəlik onun da nə bilim o şırşır kağızları var. Hələ ondan sonra rəngini də əlavə edirlər. Təsəvvür elə səhnədə sənə gülü verəndə bəlkə gül az qalır məni yıxa. O qədər ağırdır. Yəni gətirmək də olmur. Müğənni götürə də bilmir. Ola bilsin şair. Nəyə lazım o qədər bəzək? Məsəl üçün mən Gürcüstanda yaşamışam. Orada bir dənə verərlər. 3 dənə verərlər. Əlavə orada yəni bu qədər bəzək düzək vurmaq onu indi yəqin ki baha alanda insaf da yaxşı şeydir. İnsaf da dinin yarısı. Yəni elə olmaz axı. Orada bəlkə 10 manatlıq xərc var, o kağızla nələrləsə 50 manat get, bu da almalıdır da neynəsə. Yəni biz Azərbaycan xalqı olaraq biz o qədər sadəyik, biz o qədər səmimiyik, biz o qədər gözəlik, bizə qondarma, bəzəyə ehtiyac yoxdur. Şeirlərimdə hətta özümdən yazmışam, qondarma bəzəyə yox ehtiyacım. Yəni. Məni belə görün, ay anam, bacım, bənbəyaz tellərim, başımda da tacım, heç kəsi şəhməsin dara saçlarım. Yəni bir də görürsən, deyir, efirə çıxırsan, niyə bəzənmirsən, niyə bugün dəsən, ayıbdır. Deyirəm, nə vaxtdan ayıb olubdur. Çox da gözəl görünürsünüz, bunu biləsiniz, maşallah. Ümumiyyətlə, yəni o qədər dərdimiz, bəlamız var ki, bax bu son vaxtlar bu əməliyyatlar tamam qızlarımızın sifətini pis günə qoyubdur. Bəli. Məndən bəlkə də acıqları gələcəkdir. Sifətləri artıq insan sifətindən çıxıb mimikalarımızı itirmişik. Tamam dəyişib. Gülüşündən baxırız, yəni bu qədər dolğular, bunun hamısı ziyandır. Əlbəttə. Ona görə də ki, valla sadə... Nə yaxşı örnəklərimiz var sizin kimi, Güllü xanım. Nahiddən bir ifa eşidəcəyik. Buyurun, Nahid. Badem şərabla dolu, sinem sualla dolu. Ne üçün yazda açır, payız gəlir, neyse solur. Ne üçün bu dünyada xeyirdə şərdə olur. Bir ömür şən olanda o bir ömür qəmli olur. Badem şərabla dolu, sinem sualla dolu. Ne üçün yazda açır, payız gəlir, neyse solur. Ne üçün bu dünyada xeyirdə şərdə olur. Bir ömür şən olanda o bir ömür qəmli olur. Kiminin bəxti naxış, gülür üzünə dost tanış. Boyu var bircə qarış, saz yaşayır, keyf eləyir. Kiminin bəxti qara, bir ürəkdə bir yara. El asır ruzigara, Tanrıdan kömək diləyir. Kiminin bəxti naxış, gülür üzünə dost tanış. Boyu var bircə qarış, saz yaşayır, keyf eləyir. Kiminin bəxti qara, bir ürəkdə bir yara. El asır ruzigara, Tanrıdan kömək diləyir. Düşündükcə bu həyat çətin gələr insana. Bu həyat asan gələr düşüncəsiz yaşayana. Bu həyat asan gələr düşüncəsiz yaşayana. Badem şərabla dolu, sinem sualla dolu. Ne üçün yazda açır, payız gəlir, neyse solur. Ne üçün bu dünyada xeyirdə şərdə olur. Bir ömür şən olanda o bir ömür qəmli olur. Badem şərabla dolu, sinem sualla dolu. Ne üçün yazda açır, payız gəlir, neyse solur. Ne üçün bu dünyada xeyirdə şərdə olur. Bir ömür şən olanda o bir ömür qəmli olur. Aşıqəm beyni duman, gül
keçir yaxşı yaman Hər gecə olsa zaman Mən heç olmuram narahat Duyub ömrün ətirin Bu həyat bir nə şirin Ya da ağladır birin Güldürür birin bu həyat Aşiqəm beyni duman Gün keçir yaxşı yaman Hər gecə olsa zaman Mən heç olmuram narahat Duyub ömrün ətirin Bu həyat bir nə şirin Ya da ağladır birin Güldürür birin bu həyat Düşündükcə bu həyat Çətin gələr insana Bu həyat asan gələr Düşüncəsiz yaşayana Bu həyat asan gələr Düşüncəsiz yaşayana Badem şərabla dolu Sinem sualla dolu Ne üçün yazda açır Payız gelir neyse olur Ne üçün bu dünyada Xeyir de şər de olur Bir ömür şən olanda O bir ömür qəmli olur Badem şərabla dolu Sinem sualla dolu Ne üçün yazda açır Payız gelir neyse olur Ne üçün bu dünyada Xeyir de şər de olur Bir ömür şən olanda O bir ömür qəmli olur Badem şərabla dolu Çox sağ olun, təşəkkürümü bildirəm. Bu mənim ustadım Tahir Ümidi mahnısıdır. Onu da salamlayıram buradan, təşəkkürümü bildirirəm ona da. Öncəki ifadə da bağlı fikirlərim vardı. Biz fasiləyə keçdik, bildirə bilmədim. Hə, mən bu mahnıların ərsəyə gəldiyinə görə Sadiq xan qardaşıma təşəkkürümü bildirirəm. Aranjman, Sividen işlərə, yəni gözəl işlər görür. Allah ondan razı olsun. Biz də salamlarımızı Çox göndərdik sağ hər olun, birinə var olun, ayrı-ayrılıqda. minnətdaram. Təşəkkür Sən də ederim. səsinə sağlıq, təşəkkür Çox sağ edirəm. olun, var olun. Zeynal abicim, bəzən deyirlər ki, mikrofonu zəhmət olmasın Nahiddən götür. Bəzən deyirlər ki, bitkilərin evə düşər-düşməzi olur. Bu miflər həqiqətən doğrudurmu? Varmı belə bir şeylər? Məsələn, Peyğəmbər qılıncı son vaxtlar çox məşhurlaşıb. Belə deyirlər, Peyğəmbər qılıncı deyirlər o bitki. Belə deyək, bioloji adını bilmirəm. Deyirlər ki, o bitkini alırsan, bir niyyət eləyirsən, dibində qəpik bastırırsan və bitki 1 metrə çatana qədər ev arzun varsa həyata keçir. Varmı belə inanclar həqiqətən? Mikrofon zəhmət olmasa yaxına tut. Var bəli. Əsasən də mən bunu demək istəyirəm ki, ondan əlavə bu həkimlər də deyir, yəni oxumuşam özümdə, deyir, alergiya və asmadan Əziyyət çəkən əziyyət insanlar. varsa otağında onu qoya bilər. Yəni ki, effekti vardır. Peyğəmbər qılıncından mı söhbət gedir? Bəli. Aha. Deməli, allergik xəstəliklərdən əziyyət çəkən, astmatik insanlara faydalıdır həmin bitki. Bax, bunu bilmirdim. Bir də xrizantemlərin səhv etmirəmsə elə bir növ olmalıdır, yox? Yox, onlar əkirmə gülləri. Aha. Yəni ki, onları həyətə əkirsən, Aha. açır, yəni həyət gülü. Zəhərli bitkilər varmı? Bugün Var, evlərimizdə bəli. saxladığımız, bilmədiyimiz. Var bəli. Hansılardır zəhərli olanlar? Baxın, həyət üçün olanlar, belə deyilsə də, alyandralar vardır, yəni onlar, yəni əl vurmaq olmaz onlara, yəni. Alyandırlara. Aha. Mən bildiyim qədərilə bu şəhərimizdə əkilən qəşəng ağaclar var, gül ağacları, onlar da alyandırdır. Bəli. Hə, onlara əl vurmaq olmaz. Bəli. Onlar bildiyimiz zəhərləyici dərəcədədirmi? Yəni, Yoxsa əl vurmasaq mı yaxşıdır? Çünki əl vurmasaq əla olardı. təsəllüf, mən onu eşidəndən sonra yaşadığımız belə deyək binanın həyətində gördüm ki, balaca bir uşaq onun çiçəyini qoparmağa gedir. İnanın ürəyim yerindən çıxdı ki, bitki zəhərlidir, yəni uşaq da ona toxunmağa gedir. Yəni düzdür, bizdə toksikologiyadan da bildiyim qədərilə bununla açıqlama verildi ki, hələ o bitkinin zəhərlənməsi ilə bizə müraciət edən olmayıb. Amma istənilən halda əl vurmamaq daha məsləhətlidir. Şəhərimizin hər yerində gördüyümüz o böyük gül ağaclarından söhbət gedir. O çəhrayı çiçəkli, qırmızı çiçəkli çox gözəldirlər. Estetik olaraq çox qəşəngdirlər, amma əl vurmaq olmaz onlara. Nə badə çiçəyini falan qoparasınız. Aslında biz hamıya, yəni bu işdə satan, yəni müştəri deyirik ki, bu zəhərli bitkidir, buna əl vurmayın, bunu hər yerdə Saxlayıb uşaq toxunmasın. Bəli, uşaqlar vurmasın. Yəni hamısını aydın şəkildə çatdır. Yəni deyirsiniz. Zənabdır, məsələn, alyandrın bir yarpağını ya da çiçəyini uşaq belə deyək çeynəsə, ona zəhərləyici təsir göstərərmi? ölümcül olmaz.
Amma toksiki təsiri olar. Olmasın da yəni. Aha, istənilən halda əl vurmasalar yaxşıdır. Başqa hansı bitkilərdə belə mifik yanaşmalar var? Vallahi Məsələn, bax o sənin yanında dayanan o bitkinin adını unutdum onun. bu fikus. Fikus. Fikus məsələn deyirlər ki, yeni ailə quran gənclərə hədiyyə eləmək lazımdır, xoşbəxtlikdir, ailə qurmaq bu üçün, yeni yuva qurmaq üçün fikuslar, gözəl rəmzdir. Yəni güllər deyim sizə. Bunlar hər evdə olmalı. Hər evdə olmalıdır. Belə deyimsə də bizdə Ev yox verərsən mənim evimdə də olar. şəhər evləri biraz havasız olur. Aha. Oksigensiz olur deyə. Yəni bunu otaqda qoyursan ki, Oksigen mi versin? oksigen versin. Fikuslar oksigen verəndir. Aiddir, amma su isəndə fikus. Mikrofona deyin Güllü xanım, zəhmət olmasa mikrofonu götürün. Məktəbdə biz oxumuşuq ki, bax indi ağacdır, güllərdir, çiçəklərdir. Onlar oksigen verirlər. Yox. Yəni hamısı vermirmi, onu Amma bilmirsən. fikus su isəndə. O fərqli olur. Telefon xəttində tamaşaçımız var deyirlər. Yox, yoxdur. Bu arada mən o fikusların belə deyək, qulluq qaydasını da sizdən öyrənmək istəyirəm. Çünki fikuslar özləri ekzotik bitkilərdir. Ona da baxmaq elə də asan deyil. Düzdür, bir yerdən sonra onlar çox gözəl böyüyürlər və hətta otaqda yer tapa bilmirsən. Onlar yəni bildiyimiz bütün otağı bürüyəcək qədər böyüyə bilirlər. Amma qulluğu necə olmalıdır fikusların? Baxın, belə deyim sizə, fikuslar suyu sevmirlər. Fikuslar suyu sevir. Suyu sevmir. Aha. Həftədə bir dəfə 10 gündən bir su verir. Bizdə müştərilər şikayət edirlərdən ki, alırıq, uzana getdik su. Yəni, başqa bir xüsusiyyət yoxdur. Mən məsləhət bilirəm ki, bu hündürlüyündə olanda bunun uc hissəsində yer var. Bunu buradan qırırsan, artır Gövdəsi qalınlaşır. Deməli, bir qədər, haradasa 1 metr deyə də, 1 metr uzanandan sonra ən yuxarı nahiyəsindən qırırıq və özü artıq böyüməyə başlayır, gövdəsi qalınlaşır. Bir də həmişə güllərin üzrəyəm, bir də həmişə güllərin şəffaf görünməni istəyirsə, artıq olan baxın, bu yarpaqlar ki var. Dibdən çıxanlar. Onlar hamısı budanmalıdır. Deməli, yüklüyür bitkini, eləmi? Bəli. Ən dibdən çıxan yarpaqları da daim götürməliyik, orada qalmamalıdır. Bir də fiksun yarpaqları bildiyim qədərilə tez-tez yaş əski ilə silinməlidir. Nəfəs alması üçün, belə eşitmişəm, doğrudur mu? Onun üstündə xüsusi spreylər vardı. İndi mən efirə gəlməmişdən əvvəl spreyləmisiniz onları? Bunlar çox xüsusi spreylər var. Məsələn, o sprey olmasa, özümüz ev şəraitində onu bir şeylə əvəz edə bilərikmi? Adi spreylər var. Su vurursan yarpağı. Adi suyla da bunu edə bilərik. Amma istənilən halda bu qulluq olunmalıdır. Çünki bilirəm ki, o subtropik bitkilərin çoxu rütubətə, ala kölgəliyə belə deyək, öyrəncəli olduğu üçün onlara diqqət eləmək lazımdır. Həmən suya biraz limon suyu da sıxılsa, lap yaxşı olur. Limon suyu? Bəli, bəli. Nədən qoruyur bitkini? Yoxsa parıltı üçünmü? Həmişə belə şəffaf göstərir. Şəffaf göstərməsi üçün? Həmişə belə şəffaf görünmək üçün. Limon ağacına qulluğu bilirsinizmi? Bəli, bilirəm. Limon ağacı mənim ən sevdiyim dibçəklərdən biridir. Amma ən çox yaşadığım problemlərdən biri onun yapışqan olmağıdır. O yapışqanlıq niyə olur? Çox insanda bundan şikayət edir. Nəinki yarpaqları, hətta ətrafında belə yapışqanlığı ola bilir. Nəyə bağlıdır bu? Bu hamısı hava şəraitinə uyğundur. Yağışdır, falandır. O xəstəlik onunla gəlir. Ona görə də inseksit var, dərman. Ən azı ayda bir dəfə vurulmalıdır ki, olmasın. Ayda bir dəfə, deməli qulluğu olunmalıdır onun. Bəs çiçəklər üçün nə eləmək lazımdır ki, çiçəkləsin deyə? Və belə deyim, biraz limon həssas meyvədir. Bəli, həssas ağacdır. Əgər üstündə çiçəklənmə vaxtıdırsa, az-az sulanmalı. Sonra əgər belə deyim sizə, su artıq olsa əgər, o şey hamısı gelir. Açmayacaq, yəni meyvə limon verməyəcək. olmayacaq. Bir də onda sulanma sisteminə fikir vermək lazımdır. Üstündə o şey meyvə olandan sonra o
hər gün sulanmalıdır. Artıq meyvə gəldisə hər gün Hər gün sulamalıdır. sulanmalıdır. Bir də bu limonun qabığı bəzən görürsüz çox qalınlaşır. Onlar Bu onun növüdürmü yoxsa qulluqda problemdirmi? Yox. Növüdür. Əlbəttə. Hə, çünki bəzən bunu insanlar səhv başa düşürlər. Elə bilirlər ki, məsələn, suyunu vermədiyi, Yox, günəşini. onlar vardı, yəni Aha, onların da növlər var. ayrı-ayrı növləri vardı. Aha. Ayrı. Aydındır. Zeynalabdin, təşəkkür edirəm sənə. Nahid, sənin daha bir ifamız olacaq deyirlər. Buyur. Her zaman bakardı gözlerin üzme, gülerdi her acın şirin sözme. İndise o gözler bakmır gözme, o kara gözümsün çok darıkmışam. Gözümün önünü bürüyüp duman, sensiz yaşamağa hiç yoktur güman. Gözümün önünden gittiğin zaman, o kara gözünsün çok darıkmışam. O kara gözünsün çok darıkmışam. Ben senin özünsün çok darıkmışam. O kara gözünsün çok darıkmışam. Ben senin özünsün çok darıkmışam. Gözlerin gözüme bakmayır ay kız, o kara gözünsün çok darıkmışam. İndi o gözlere kalmışam yalgız, o kara gözünsün çok darıkmışam. Gözümün hasreti üzdü kalbimi, denece unudum sevgilim seni. Atmışsan gitmişsen o günden beni, o kara gözünsün çok darıkmışam. O kara gözünsün çok darıkmışam. Ben senin özünsün çok darıkmışam. O kara gözünsün çok darıkmışam. Ben senin özünsün çok darıkmışam. Sağ olun, Çox təşəkkürlər. sağ ol. Təşəkkür Nahid. Var olun, Allah razı olsun. Darıxdığın adam artıq bəllidir. Sənə belə yanlış sual da verməyim. Tək darıxdıqlarımız olmasın, yanımızda olsun darıxa biləcəyimiz insanlar. Allah hər kəsin əzizini, doğmalarını onların yanında olması üçün belə deyək, elə bir problem yaşamasınlar ki, əzizlərindən, doğmalarından uzaq düşsünlər. Və izləyicilərimizə də bu sabah xoş ovqat arzulayırıq. Onsuz da yenə də bu sabahımızı biz bayaq dediyim kimi qələbə sevinci ilə, xüsusi bir ovqatla açdıq onsuz da. Elə gün ərzində də bu ovqatımız davam eləsin arzusuyla başladıq efirimizə. Bugün bizim studiyamızın qonağı Güllü Eldar Tomarlıdır. Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağay Muzeyinin sədri, eyni zamanda bitkilərlə, güllərlə incə davranmağı bacaran, onlara qulluğu bacaran və onların sözün əsl mənasında dilindən anlayan qonağımız Zeynalabdin bugün studiyamızın qonağıdır. Bünyadov Xırdalanda demək olar ki, gül deyəndə Zeynalabdin yada düşər və çox da gözəl qulluğunu izah eləyir. Onların əslində biz bugün studiyamızda o qədər bitkilərdən danışa bilərik. Hər birinin adıyla bilir, hər birinin qulluğu necə olmalıdır və hər birinə xüsusi bir yanaşması var. Əslində həqiqətən mən düşünürəm ki, bitkiləri sevən insanlar incə ruhlu insanlardır. Elədirmi Güllü xanım? Yəni bir insan əgər bitkini sevirsə, gülü sevirsə, bir bitkilərə olan sevgisi, məhəbbəti olan insanlar, bir də heyvanları sevən insanlar, xüsusi ruhlu insanlardır. Həqiqətən onların, belə deyək də, bir insan heyvanı sevirsə, bir insan bitkini sevirsə, onun məncə heç insanlığını sorğu-sual eləməyə dəyməz, deyə düşünürəm. Siz nə düşünürsünüz? Mən də elə düşünürəm. Evdə varmı, bitkilər varmı? Anam qulluq eləyir. Ananız qulluq Mənim eləyir. Allah ümidimə can qalanda sağlığı versin. mənim vaxtım yoxdur. Aha. Saralıb solur. Aha. Anam kəndə gedəndə o gün də olur. Anam qaydanda inanın Allaha o qədər belə yaşıllıq, baxırsan ki, qulluq olunubdur. Bu güllər də canlıdırlar da, onlar da bir sevgi tələb eləyir, qulluq tələb eləyir. İnsan da elədir. Bir sevgi görəndə birindən, bir qayğı görəndə kimdən o ailə üzvlərindən olsun, övladından olsun, insan necə çiçək kimi açır, deyir, Bəli. çiçəyə çırpdıyır. Həqiqətən. Həmin o məsələdə bu güllərin də çiçəyə çırpdıyır, qulluq yaxşı olanda. Qısa bir fasilə sonra buradayıq.
Nahid, vaxtımız daralır, amma sənə bir sual verəcəm. Mahnınla bağlı ciddi bir maqal yaşamısan, eşitdim, bir problem yaşamısan. Müəllif səhv anlaşılıb. Bu mahnı Tahir Ümidi mahnısıdır, badəmlə şərabla dolu mahnısı. Biz Tahir əmi ilə elə bu Doğma kanalda bir vaxtı qonaq olduq, digər verilişdə. Verilişdən sonra bir neçə nəfər adını yazdı ki, mahnını mən yazmışam. Mən onlara başa saldım ki, qardaşım, yəni sən neçə təvəllüdsən, deyir ki, 95 deyir, amma qardaş, bu mahnı 78-ci ildə yazılıb, sən bunu necə yaza bilərsən? Bu mahnının ümumiyyətlə başı bəlalıdır. Bunu da bir tərəfdən səbəbkarı ilə deyərəm Tahir əmidir. Nəyə görə Tahir əmidir? Tahir əmi efirlərə çıxmadığına görə mahnını yazır, paylaşır. İndi məsələn, hansısa o dövrlər paylaşım olunur, toylarda oxunur, kimsə də oradan xoşu gəlir, oğurlayır, sonra onu aparır, təqdim edir. Öz adına çıxır. Belə-belə bunun üstündə. Sonra bunu Yəni, baya-baya işkipmiş məsələ. Kamalə xanım da oxumuşdu o vaxtda, müəllif hüququnu gözləməmişdilər, yazmamışlar, digər başqa bir nəfərin adına çıxmışdı, adını unuttum kim idi. Sonra biz onun başa saldıq ki, yox, bu mahnının sahibi var da. Onu görə sən deyilsən. Ya, bu qədər özəlləşdirmək olur. Bəli, mən bu insanlara səslənirəm ki, yəni kimisə haqqına girməyin, yəni Allah bu insana nəsib edibsə, qoy elə bunun adı ilə çıxsın, sən niyə bunun haqqına girirsən də? Belə bir şey oldu, bir neçə nəfər mən başa saldım ki, eləməyin bu şeyləri. Sonra da sakitləşdilər. İnsan qabaqdan nə yaşayacaq o əsasız bəlası düşdüm, yəni. Yox, əsas odur ki, mən onu dokumentarla başa saldım ki, yəni sən düz danışmırsan da. Təvəllüdün yetməz. Dedim ki, səndən 20 il böyüdüm. Dedim, mahnı səndən 20 il böyüdüm. Dedim, mən bunu sən dedim, 5 yaşın olanda bunu dedim, Ədalət Şükürov dedim, oxuyub. Ona nə deyirsən? Dedim, yəni sən hələ 5 yaşın olub, onda sən bu necə oxumusan da, çox maraqlı o insan, nə arqument gətiribsə, qarşınıza belə çıxıb. Əsas odur, başa saldıq. Qəzasız bəlası keçdi məsələ. Mən sonda geyimim üçün təşəkkür eləmək istəyirəm. Sumqayıt şəhərində 1-ci mikrorayonda yerləşən Milano mağazasına, Milano butikim Instagram hesabları da var, tanış ola bilərsiniz. Ayten xanıma şəxsən çox-çox təşəkkür edirəm. Çox zövqlü geyimlər var. Ümumiyyətlə, payız kolleksiyasında da çox gözəl geyimlər var. Əziz xanımlar, gedib əldə edə bilərsiniz. Bu arada bugün kəlağayım da mənim geyimimə bir gözəllik qatdı. Əziz xanımlar, kəlağaylarımızı da unutmayın. Geyimlərinizdə bol-bol istifadə edin. Kəlağay bizim tariximizdir. Kəlağay bizim gözəlliyimizdir, ismətimizdir, adımız və sanımızdır. Yaşadaq, adını yaşadaq, gözəlliyini yaşadaq. Cənab təşəkkür edirəm. Çox sağ olun bu gözəllikləri studiyamıza gətirdiyiniz üçün, verdiyiniz məlumatlar üçün. Güllü xanım, sizə təşəkkür edirəm. Çox sağ olun. Bugün efirimiz çox fərqli oldu və bugün Güllü xanım demişkən, kəlağaylar da, bu çiçəklər də bizə təbiətin verdiyi bəxşişdir. Hər biri təbiidir. Yəni, kəlağay da elə o çiçəklərin bir növüdür. Yan-yana qoymaq da çox gözəl anır. İfa ilə, buyurun Güllü xanım. Elə özümüz də o çiçəklər kimi təbii olsaq daha yaxşı. Əlbəttə. Nahid, buyurun. Sizin ifanızda yekunlaşırıq. Siz isə özünüzə yaxşı baxın. Gün ərzində sizə xoş şəhval ruhi arzulayıram. Təkcə odur hisslərimin hakimi, hakimi, hakimi. Mən onu sevdiyim qədər sevməmişəm heç kimi, heç kimi, heç kimi. Təkcə odur hisslərimin hakimi, hakimi, hakimi. Mən onu sevdiyim qədər sevməmişəm heç kimi, heç kimi. Dağlara həm dərələrə danışmışam dərdimi, dərdimi. Gördüyüm mənzərələrə danışmışam dərdimi, dərdimi. Gözəldir, gözəldir, mənim sevdiyim gözəl, gözəldir, çox gözəldir. Həyası ondan gözəl, gözəldir, çox gözəldir. Mənim sevdiyim gözəl, gözəldir, çox gözəldir. Həyası ondan gözəl, gözəldir, çox gözəldir. Gözəldir, çox gözəldir. Bəlkə sənin üçün yağır, burada yağan yağışlar, yağışlar. Yeni gözümdə canlanır, o sən baxan baxışlar, baxışlar, baxışlar. Bəlkə sənin üçün yağır, burada yağan yağışlar, yağışlar. Yeni gözümdə canlanır, o sən baxan baxışlar, baxışlar.